Həzrəti Cəbrail nazil oldu Peyğəmbərə, dedi, ya Muhammed, ay Peyğəmbər, Əl-Əliyyül Ə'la yuqri'ukəs-salam. Allahın sənə salamı var. Bu bir. Fə bi izzəti və cəlali, deyir, and olsun izzətimə və cəlalıma. Mən bəzi insanlar yaratmışam, onlar Həzrəti Zəhranı sevirlər. Hədis deyir. Mən bəzi insanlar yaratmışam, Həzrəti Zəhranı sevirlər. Tahirinə, mutəhhirinə, pakdılar. Yunfiqunə ənvaləhum, onlar pullarından xərcləyirlər. O Zəhranın aşiqləri. Əla əzail Hüseyn, Hüseynin əzasında. Və ərvahuhum əla ziyarətihi. Onların ruhları burada deyil, ha, cisimləri buradadır. Ruhları indi Hüseynin ziyarətindədir. Mən belələrini yaratmışam. Davam edirəm, qulaq olsun bu hədisi. O qədər xoşuma gəldi, ilahvərəm. Allah, ya Rəbbəl aləmin. İlah, ruhən bizi də apar Hüseynin Kərbəlasına indi. Hələ buradan apar bizi. Ruhən gedək. İmam Hüseynin hərəmini tuta. Hamısını deyirəm, evdə oturanlar. Qop bu dünyadan, get Kərbəlaya. Deyərsən, Kərbəla dünya deyil. Elşən, Hacı Elşən demişkən, yox, beytində deyir. Oraylı bir dünya deyil, başqa aləmdir. O dünyadan qopub. Kərbəla dünya deyil ki. Ona görə hədisdə var ki, kim Kərbəlaya getsə ömürdən sayılmaz. Eşitmişsiniz bu hədisi? Kərbəlaya getdin, ömürdən sayılmır. Çünki çıxırsan bir dünyadan. Başqa bir aləmə keçirsən, mənəvi bir aləmə. Orada seyr edirsən. Mələkutu. Sanki bir mələkutun bir, belə deyim, mələkut aləmindən bir yerə düşmüş parçadır Kərbəla çölü. Rovzətun min riyazil cənnəti, cənnət bağlarından biridir. Adam qopa ged ora. Gəlim hədisin davamına. Hələ indi əyləş oradan mənə qulaq as. Mən buradan danışım, mən günahkar məndə. Deyir, onlar İmam Hüseyin üçün məclis qurarlar, göz yaşı tökərlər, az yatarlar. Leysəlləhum min zalikər rucu. Bu işlərindən heç vaxt əl çəkməzlər. Bəzi insanlar var, biraz xərcləyərlər, o dayanarlar. Deyir, bunlar ölənə qədər bu işlərindən əl çəkməzlər. Belə insanlar azdır. Bunları da görmüşəm. Bir həddə qədər gələr, köməklər, bir həddən sonra çəkilər. Bu hədis. Onlar deyir, heç vaxt çəkilməzlər, axıra qədər gedərlər, ölənə qədər. Leysə ləhum min zalikər rucu. Ondan sonra deyir, əla, mən ənfəqə dirhəmən min əzaihi. Kim Hüseyin üçün, Hüseynin əzası üçün azacıq pul xərcləyə və ziyarəti, Hüseynin ziyarəti üçün azacıq pul xərcləyə, təcərət ləhul məlaikə ilə yevmil qiyamə. Mələklər qiyamətə qədər ondan ticarət edər. Ondan ünsiyyət qurar, ondan rabitə qurar. Qiyamətə qədər, öləndən sonra da belə, onların qəbirlərində, bərzəxlərində onların ünsiyyət qurar. Davamında deyir Allah Teala, həm dünyasını verir Allah belə insanlara, həm axirətini verər. Ona görə bu yolda biraz pulunuzdan keçin. Xərcləyin. Xərcləyin. Nəsə eləyin. Ora getməyəcək, başqa yerlərə gedəcək, biləsiniz. Dedim də daha. Hüseynin yolunda nəzr eləmək. İmam Hüseynin yolunda bir işlər görmək.